Böyük zəfər təsadüfi qazanılmır. Onun təməlində məntiqli və uğurlu strategiya, dövlətin və xalqın milli maraqları, həyata keçirilən məqsədyönlü siyasət, strateji qərarlar və böyük etimad dayanır. Tarix və yaşadıqlarımız da sübut etdi ki, qüdrətli ordu hər bir müstəqil ölkənin taleyində əvəzsiz rol oynayır. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ən mühüm hədəflərindən biri ordunun formalaşdırılması oldu. Hər bir müstəqil dövlətin gərək güclü ordusu olsun. Bəli, güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə silahlı qüvvələrimiz tamamilə yeni inkişaf mərhələsi keçdi. Müasir hərb meydanında sözünü deyən, gücünü göstərən, düşməni lərzəyə salan Azərbaycan ordusunun döyüşkənliyi dünyada rəşadət və qələbə nümunəsinə çevrilib. Silahlı qüvvələrimiz ən çətin döyüş əməliyyatlarını yerinə yetirən, bütün təxribatların qarşısını dərhal almağı bacaran peşəkar ordu kimi formalaşıb. Biz güclü ordu, güclü silahlı qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq. Ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişdik. Və bütün bu amillər və digər amillər bizim qələbəmizi, şanlı zəfərimizi şərtləndirmişdir. Atılan addımlar sayəsində bugün ordumuz dünyanın ən qüdrətli ordu reytinqlərində ön sıralardadır. Если сравнивать по вооружениям. Əgər Azərbaycan ordusunu bugün və vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə bu vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu bizə öz gücümüzə inanmağa əsas verir. Но в несколько раз. И это дает нам, конечно же, уверенность в своих силах. Vətən anlayışını ən qiymətli dəyər seçən Azərbaycan əskəri və zabiti bayrağı, şərəfi və namusu qədər uca tutur, torpağı isə göz bəbəyi kimi qoruyur. Südabə Cangirli, ASTV Xəbər.